Kennedinin qətli ilə bağlı yeni məxfi sənədlər dərc edilib. Sabiq ABŞ prezidenti John Kennedinin 1963-cü ildə sui-qəsdlə öldürülməsinə dair gizli saxlanılan 80 min səhifəlik sənəd dərc edilib. Bu barədə prezident Donald Trump tapşırıq verib. Sənədlər ABŞ Milli Arxivinin rəsmi saytında elektron şəkildə yayımlanıb. Arxivdə Kennedy'yə edilən sui-qəsdlə bağlı milyonlarla sənəd saxlanılır. Bu kolleksiyanın böyük əksəriyyəti əvvəl ictimaiyyətə açıqlanmışdı. Virginia Universiteti Siyasət Mərkəzinin direktoru Dr. Larry Sabato bildirib ki, sənədlərin tam başa düşülməsi vaxt alacaq. Mütəxəssislər bu sənədlərdən sensasiyon xəbərlər gözləməməyi tövsiyə edirlər. Kennedy 1963-cü ilin noyabrında Dallas şəhərinə səfər zamanı öldürülüb. O, avtomobildə açıq kortejlə hərəkət edərkən atəşə tutulub. Prezidentin ölümünə səbəb baş və boyun nahiyəsindən aldığı güllə yaraları olub. Hadisədən sonra polis 24 yaşlı Lee Harvey Oswald'ı həbs edib. Amma 2 gün sonra o, bir gecə klubunun sahibi Jack Ruby tərəfindən həbsxanaya aparılarkən öldürülüb. Kennedy'nin öldürülməsindən bir il sonra Prezident Johnson tərəfindən yaradılan Warren komissiyası Oswald'ın sui-qəsdi tək başına etdiyini açıqlamışdı. Amma şübhəli məqamlar ətrafında hələ də araşdırmalar gedir. 1990-cı illərdə sui-qəsdlə bağlı bütün sənədlərin Arxivlər və Qeydiyyatlar İdarəsində toplanmasına qərar verilib. 2017-ci ildə vəzifəyə gələn Trump bütün sənədləri yayımlayacağını desə də, milli təhlükəsizlik məsələlərinə görə bəzi sənədlər gizli saxlanılmışdı. İndi məxfi sənədlərin paylaşılması sui-qəsdlə bağlı sualların hələ də açıq qaldığını və tədqiqatçıların bu hadisənin ətrafında olan sirr və qaranlıq nöqtələri araşdırmağa davam etdiklərini göstərir.